Məşədi Baba elə şairdir ki, əvəz olunmaz şairdir. Allah cəmi şairlərə rəhmət eləsin. Allah Rəşad Dağlının da qapısını açsın. Bu sözü yəni mən qulaq-qulağa eşitməmişəm. İndi gözümlə görmüşəm Rəşadla özümüz oturanda orada bir 10-15 dənə də şair var idi. Daha çəkmirəm. Biri məsəl üçün Məşədi Babanın meyxanasını indi Aydına Vüqara baxanda bəyənmədi. Rəşad özü dedi ki, meyxanada elə bir meyxana deyən yoxdur ki, Məşədi Babaya özünü oxşadmasın. Bunu Rəşad özü deyib. Sonra da dedi ki, Məşədi Babanın meyxanasını, hansı ki meyxana deyən danırsa, ona elə gəlir o meyxana deyəndə, o meyxana deyən deyil. Amma mən demək istəyirəm ki, o heç meyxana deyilməkdən əlavə ya, o Məşədi Babanın meyxanasını danırsa, heç normal adam deyil. So. Oğlu Mirzala da Allah can sağlığı versin. Dünən mənim toyuma xüsusi gözəlliyi qatdı. Bir də onu da alqışlayaq. Var olun.